Salam əziz izləyicilərim, bugün də sizdən Star Lvov tortunu hazırlayacağım. Qeyd edim ki, çox vaxt aparır, naz tərəbidir. Öncə 600 ml südü, üzərinə bir puncik töküb və 2 xörək qaşıq kraxmal, vanil əlavə edib yaxşıcana bişirirəm, qatlaşır və soyumağa qoyuram. O soyana kimi isə mən qozları xırda-xırda doğrayıram. Daha çox xırda da doğramayın və gavalı qurusunu doğrayıb qabalara qoyuram. Keçirəm içliyi hazırlamağa, yəni xəmiri. Öncə yumurtanın ağırını ayırıram. 6 yumurtanın ağırının üzərinə 90 qram şəkər tozu, biraz duz, vanil və 2 xörək qaşıq kraxmal əlavə edib yavaş-yavaş onu çalmağa başlayıram. Çal hazır olduqdan sonra isə sözsüz ki, şəkəri yavaş-yavaş əlavə edirik. Hazır olduqdan sonra gavalı və qoz əlavə edib qarışdırıb karika kağızı üzərində 150 dərəcə sobadan pişirirəm. İndi isə mən şokoladlı xəmir hazırlayıram. Öncə 120 qram xəmir, 90 qram bal və 90 qram şəkər tozunu yaxşıdan əriyənə kimi pişirirəm və o pişəndən sonra bir çay qaşığı soda əlavə edib rəngi dönəndən sonra isə başqa bir qaba boşaldıb 6 yumurtanın sarısını və azacıq vanil, 50 qram kakao və un 420 qram əlavə edib xəmiri hazırlayıram. Xəmirim hazır olandan sonra isə hardasa 4 dənə uzun sov listə xəmiri yayıram və 4 dənə belə bir uzun list alınır. Öncə deyim ki, xəmiri vilkalayın ki, şişməsin. Hazır olduqdan sonra isə onu biz böləcəyik. İndi isə mən kremi hazırlayıram. Kremi hazırlamaq üçün isə mənə hardasa 380 qram kərə yağı yaxşısını salıram. Üzərinə vanil tökürəm və pişmiş, soyulmuş zavarlı kremi əlavə edib kremimi hazırlayıram. O ağ kremdən bir hissəsini götürürəm. Qalan hissəsinə isə 2 çay qaşığı kofeni suda həll edib əlavə edirəm və pişmiş tuşonka 3 xörək qaşığı əlavə edib kremimi hazırlayıram. İndi isə yığmağa başlayıram. Öncə karika kağızını azacıq kremdən çəkirəm və birinci şokolad korju qoyuram. Üzərinə ağ kremdən çəkirəm. Daha sonra ikinci şokolad kremini qoyub üzərindən şokoladlı kremi çəkirəm. Daha sonra bizeli pişmişi qoyuram. Üzərindən şokoladlı kremi çəkirəm və yenidən təkrar edirik. Yəni ağ, qara belə davam edirik. Sonda isə şokoladlı kremi xəmiri qoyub, şokoladlı kremi çəkib, üzərinə isə bir plitka şokoladı smetanla qazın üzərində qarışdırıb həll edirəm və üzərinə tökürəm. Qeyd edim ki, çox dadlıdır, möhtəşəmdir. Qıraqlarını isə tam bir sutka qaldıqdan sonra kənarlarını kəsirik və tort servis olunur. Kanalıma abunə olmağı unutmayın. Like'larınızı gözləyirəm. Ümid edirəm hazırlayacaqsınız. Düzdür, çox vaxt